Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Biz bugün 5-ci sinif mövzusu olan məsələlər mövzusuna baxacağıq uşaqlar. Mövzuya keçməzdən əvvəl belə bir məlumatı xatırlatmaq istəyirdim ki, bu kanalda siniflər üzrə həm mövzuların izahları, həm də orta məktəb dərslərindəki sualların izahları paylaşılır. Əgər sizlər də bunlardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın uşaqlar. İndi uşaqlar, biz burada öyrəndiyimiz qaydaları tətbiq edəcəyik uşaqlar. Başlayalım elə misal nömrə 1-dən. Yəni burada öyrənilməsi heç nə yoxdur. Yəni öyrəndiyimiz qaydaların hər birini misallarda oxuyub tətbiq etməyə çalışacağıq. Deyək ki, şəkildə düz xəttlər bir nöqtədə kəsişir, kongruent və qonşu bucaqları müəyyən edilir. Uşaqlar, kongruent bucaqlar nə idi? Qarşılıqlı bucaqlar. Məsələn, qarşılıqlı bucaqların hər biri nə idi? Kongruent kongruent idi. Qonşu bucaqlara cəmi neçə dərəcə olmalıdır? 180 dərəcə. Məsələn, bura baxdığınız zaman uşaqlar, baxın. Bu bucaqla, baxın bu bucaqla. Bu bucaq kongruentdir. Məsələn, nə deyə bilərik? Bucaq KSA kongruentdir bucaq YST-yə. Və yaxud da baxın uşaqlar, bu bucaqla bu bucaq kongruentdir. Məsələn, bucaq ASM kongruentdir bucaq LSY-yə. Və yaxud da uşaqlar, baxın bu bucaqla, bura bir x desəm, burada bir x olacaq, elə deyil mi uşaqlar? Əla. Yaza bilərik ki, bucaq KSL kongruentdir bucaq MST-yə. Bu şəkildə də qeyd edə bilərik. Bu kongruent bucaqları qeyd elədik uşaqlar. Başqa varmı? Başqa da yoxdur. İndi gedək qonşu bucaqlara tapaq. Uşaqlar, qonşu bucaqları tapmaq üçün açıq bucaq olmalı. Məsələn, baxın bu KT. KT düz bucaqdır, değil mi? Açıq bucaqdır, değil mi? 180 dərəcə. Bu KT-ni təşkil eləyən ayrı-ayrı bucaqlar, məsələn, baxın bu X olsun, bu Y olsun, bu da məsələn Z olsun. Yəni X üstəgəl, Y üstəgəlsin, Z qonşu bucaqlardır uşaqlar. Məsələn, baxın bucaq KSL üstəgəlsin bucaq LSY, bir də üstəgəlsin bucaq YST, bərabər 180 dərəcə. Məsələn uşaqlar, sonra başqa 180 dərəcə hansında alına bilər? Məsələn, bu AY xəttinə baxın bir dənə, AY xəttində. Bura 180 dərəcə olur mu? Məsələn, mən bura bir X, bura bir Y, bura bir Z desəm. Ola bilərmi? Bilər. Bu da bizə 180 dərəcə verəcək. Sonra məsələn, LM düz xəttinə baxsaq uşaqlar, LM. Baxın, LM düz xəttinə görə baxsaq. Məsələn, bura açıq bucağı verəcək. Həmçinin bura da bizə açıq bucağı verəcək uşaqlar. Bu da bizdə nə olacaq? Qonşu bucaqlar. Bir də bucaqları qeyd eləmirəm uşaqlar. Yəni bu şəkildə biz göstərə bilərik. Keçəyin gəlin burada ikinci sualı. Yelpik tam açıldıqda AO və OB çubuqlar arasındakı bucaq 154'dür. Qonşu çubuqlar arasındakı bucaqlar kongruent olarsa, bu bucaqların ölçülərini tapın. Gəlin buradan bu xəttlərə baxalım da. Neçə dənə xətt var burada? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 və 11. Bucaq olaraq düz saydıq mı biz bunu? 1 bucaq, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Deməsə qarışdırdım deyə. 11 dənə bucaq var uşaqlar. Onda mən bu 154'ü, baxın ikinci sualda. 154'ü bölməliyəm nəyə? 11'ə. Burada bir dəfə düşər, 44'də də 4 dəfə. Deməli 14. Hər bucağımız neçə dərəcəymiş? 14 dərəcəymiş uşaqlar. Gəldik bura. Üçüncü suala. Deyir ki bizə şəkildə düz xəttlər bir nöqtədə kəsişir. Kongruent bucaqları və tənbölənləri tapın. Qonşu və qarşı bucaqları müəyyən edin. Uşaqlar, baxın, kongruent bucaqlar bir-birinə bərabər olmalıydı. Məsələn, uşaqlar, baxın, bura 60'dırsa, bura 60'dırsa, onda onun qarşısındakı bu bucaq da 60 olmalıdır. Bura 60'dırsa, burada 60 olmalıdır. Əla, qabaq. İndi baxın, uşaqlar, bu MN xətti düz xətt deyil, MN xətti düz xəttdir. Bura 60, üstəgəl 60 neçə elədi? 120. İndi bura neçə olmalıdır? Bu üçünün cəmi var ya uşaqlar. Bu emin bu üçünün cəmi 180 olmalıdır.
Hə, onda 60 üstəgəl 60, 120, 120-nin içinə neçə gəlsən 180 eləyər 60. Deməli, bura 60-dır. Əgər bura 60-dırsa, burada 60 olacaq. Əla, bax, qonşu bucaqları da tapdıq uşaqlar. 60, 60, 60. Burada da hamısı 60 olacaq qonşu bucaqlar. Qarşılıqlı bucaqları da müəyyən elədik. Bu qarşı-qarşı dayananlar da bir-birinə bərabər olmalıdır. Sonra gəldik 4-cü suala. Tənbölən olan şüaları müəyyən edin deyir. Tənbölən olan. Burada baxanda görsəniz uşaq, tənbölən nə idi? Eyni, yəni iki bərabər bucağa bölürdü. Bunlar hamısı tənbölən. Məsələn, uşaqlar baxın, bu Q xətti də tənböləndir hamısı. İndi baxın uşaqlar, bizə deyir ki, onlar hansı bucaqların tənböləndir deyir. Uşaqlar, baxın mən bu PK açıq bucaqdır, deyil mi? Düppədüz xətdir. Baxın, toplayaq. 1, 30, 2, 3, 4 dənə. 120 olar mı? 120 dərəcə. İndi bura neçə qaldı? Bura 60 qaldı, deyil mi uşaqlar? Əgər uşaqlar, baxın, bura 60-dırsa, onda burada avtomatik 60 olmalıdır. Hə, bura 60-dırsa, baxın uşaqlar, bu açıq bucaq olduğuna görə, bura 60, bura neçə dərəcə olmalıdır? 120 olmalıdır ki, neçə olsun? 180 tamamlansın. İndi deyik, onlar hansı bucaqların tənböləndir? Təbii ki, uşaqlar, baxın, burada hansı bucağın tənböləni olduğunu necə tapa bilərik? Bunları bildikdə uşaqlar, bura 60, bura 60, burada 120-dir. Bu heç. İndi gəlin baxaq görə bunlar hansı bucaqların tənböləni? Məsələn, baxın uşaqlar, POR. POR bucağının bu Q xətti var, Q. Bu onu 30-30'ya bölüb. Bax sonra QOS bucağı R-ə görə bunu bölüb aşağılar. Və yaxud da RON xətti S bunu 2 bərabər S-yə bölüb uşaqlar. Yəni bu şəkildə baxa bilərik. Sonra gəldik 5-ci suala. Burada baxın uşaq tənlik kimi verilibdir bizə. İki qonşu bucaqlardan birinin dərəcə ölçüsü digərinin 9 dəfə böyük. Bax, 2 dənə qonşu bucağımız var. Birinci bucaq, ikinci bucaq var. Birincisi əgər x-dırsa, o birisi ondan 9 dəfə böyükdür. Və onda qonşu bucaqların xassəsi necə idi aşağılar? Cəmi neçə dərəcə eləməli idi? 180 dərəcə. 10 vurulsun x bərabər neçə olur? 180-ə. Buradan x-i tapsaq 180 bölünsün 10 olacaq uşaqlar. Buradan da x bərabər 18 oldu. Deməli birinci bucağımız 18, ikincisi 9 vurulsun 18 olacaq. Bu da 162 şəklini alacaq. Yəni 1, 18. Deyək ki, bu bucaqların fərqini tapın. 162-dən də 18-i çıxmalıyıq. Bura 4, 4. 144 şəklini alacaq uşaqlar cavabımız. Gəldik 6-cı suala. Deyir ki, bax bu AOB açıq bucaqdır. Yəni 180 dərəcə uşaqlar. Baxın, bura mən 90 desəm, 6-cı sualda 6-nın A variantı. X üstə gəlsin 90, üstə gəlinsin 55 bərabər 180-ə. Bura x üstə gəlsin 5, 145 bərabər 180-ə. X də bərabərdir 180 çıxılsın 145. X də bərabər neçədir uşaqlar? 35 şəklini alacaq. Məsələn, baxaq bura B variantında uşaqlar. B variantında uşaqlar yenə də buranın bizə 90 olduğunu deyir. Onda mən nə etməliyəm? Baxın, Y məhsulları birinci yazılan. Bu Y, üstə gəl Y, üstə gəlinsin 42, üstə gəlinsin 90, bərabər 180 olacaq. Burada 2Y üstə gəlsin 132, bərabər 180-ə. 2Y bərabərdir 180 çıxılsın 132-yə. 2Y bərabərdir 48-ə. Y də bərabər neçə elədir uşaqlar? 24 şəklini alacaq uşaqlar. Bu da belə. Gəldik sonra C variantına. Bu eyni qayda demək olar ki, uşaqlar nə yazmalıyım? G-ları bir yazım. G üstə gəl G, üstə gəl 27, üstə gəlinsin 45, bərabərdir 180-ə. 2G, bura 2, 92, bərabərdir 180-ə. Buradan 2 vurulsun G bərabərdir 180 çıxılsın 92-yə. 2 vurulsun G bərabərdir 88 olacaq uşaqlar. Buradan 2 də bərabərdir 88 bölünsün 2-yə. 2 də bərabər nə oldu uşaqlar? 44 şəklini alacaq uşaqlar. Belə, gəldik D variantına. D variantında da uşaqlar baxın, bunların hamısını yenə də baxın. Bu A ilə A-nı toplayacağım. Yəni, promo yazacağım 2A.
31 ilə 34'ü toplasam 64 bərabərdir 180 olacaq. 2 vurulsun A bərabərdir 180 çıxılsın 64'ə. 2 vurulsun A bərabərdir 116'ya. A da bərabərdir 116 bölünsün 2'yə. A da bərabərdir 58 şəklini alacaq uşaqlar. Bu da belə. Sonra gəldik Y variantına. Sonra baxın Y variantında da bu neçə dənə T var? 3 dənə T. Yəni 3T üstə gəlinsin 48 bərabərdir 180 şəklini alacaq. 3T bərabərdir 180 çıxılsın 48'ə. 3T bərabərdir 132'yə. Buradan da T də bərabərdir 132'ni bölməliyəm 3'ə. Buradan T də bərabərdir 4. 44 şəklini alacaq uşaqlar. Aha, gəldik F variantına uşaqlar. F'də də bu Y-dan 1/2 anı toplasam neçə olar aşağı? Bu 1Y-dir. 1 ilə 1/2'ni toplasam 2/2 Y üstə gəlinsin. Bax bu ikisini toplasaq uşaqlar. Aha, neçə ilə 6, 136 mı elədi? 136 bərabərdir 180'ə. 2/2 Y da bərabərdir 180'dən 136'nı çıxsaq bərabərdir elədi neçə? 44 şəklini alacaq. Burada nə gedib bərabər mən 44'ü 2/2'yə bölsəm aşağılar. Bu da Y bərabər neçə eləyəcək? 20 olacaq uşaqlar. Bu da elədi cavabımız 20. Bu şəkildə olacaq uşaqlar. Gəldik 7-ci suala. 7-ci sualda da 7-ci sual deyir ki, akrobatik xizək sürmə yarışında idmançı kiçik təpələrdən tullanarkən xizək şəkildə kimi çarpaz saxladı. Şəkilə əsasən X-in verilən qiymətini tapın. Aşağılar baxın. Əgər baxın burada bu açıq bucaqdır. Baxın aşağılar bu xizəyim açıq bucaqdır. Bax bura nə oldu aşağılar? 30'dur. Burada Y. Bunlar necə bucaqlar? 30 ilə bu bucaq və bu bucaqla 30 bucağı necə bucaqdır aşağılar? Qonşu bucaqlardır. Onda qonşu bucaqların dərəcəsi nə olurdu? 180 dərəcə. Onda yazacağım 30 üstə gəlinsin. 7-ci sualdır bu. 30 üstə gəlinsin. X üstə gəlinsin. 30 bərabər 180 olmalı. Onda X üstə gəlinsin 60 bərabərdir 180'ə. X də bərabərdir 180 çıxılsın 60'a. X də bərabərdir 120 oldu aşağı. X'i tapdıq 120. Əla. Bəs yaxşı uşaqlar, X'i 120 tapana gətirib burada yerinə yazaq bunu. 120 nə oldu bura? Bura 150 oldu mu aşağılar? Bura 150 dirsə, onda bu bucaq necə olmalıdır? Bunların qarşılıqlı bucaqlar deyil bunlar. Bəli. Deməli Y, bax bu ikinci sualdır. Y üstə gəlsin 10. Yəni nəyə bərabər olmalıdır? 150'ye bərabər olmalı. Buradan da Y də bərabərdir. 150'dən 10 çıxsam, deməli 140. Deməli X-imiz 120 imiş, Y-imiz isə 140 şəklində olacaq uşaqlar. Əla, gəldik 8-ci suala. Bizə deyir ki, tənlik qurma ilə həll et deyir. Biri digərindən 40 dərəcə böyükdür. Baxın uşaq, 2 dənə bucağımız var. Birinci bucağımız, ikinci. Biri X-dır, o birisi ondan 40 dərəcə böyükdür. Və deyir ki, qonşu bucaqlar, onda mən X üstə gəlsin 40 bərabər 180'ə. Buradan 2X bərabərdir 180 çıxılsın 40'a. 2X bərabərdir 140'a. X də bərabərdir 70'ə. 70 burada 110 olacaq. Bu belə. 70 və 110. Həqiqətən də 70 dənə 110 toplasaq neçə dərəcə uşaqlar? 180 dərəcə. Məsələn, B variantına baxsa, biri digərinə 30 dərəcə kiçikdir. Baxın uşaqlar, birincisi X-dır, ikincisi ondan 30 dərəcə kiçikdir. Yəni X çıxılsın 30 olacaq. Yenə də bunların cəmi neçə eləməlidir uşaqlar? 180 etməlidir. Buradan 2X də bərabər 100. Bu çıxmadsa, nə etməliyik? Toplamalıyıq, elə deyilmi? 2X bərabər 210. X də bərabərdir 105. Biri 105'dir aşağılar. Digər isə 105'dən nə çıxmalıyam? 30. Bu da neçə eləyəcək? 75 şəklini alacaq. 105 və 75 oldu B variantında. Gəldik C variantında. Biri 11 dəfə böyükdür deyir aşağılar. Birinci, bu da ikincidir. Biri X-dır, o birisi 11 vurulsun X-dır. Bunları toplasaq uşaqlar, X üstə gəlsin 11X
bərabər 180-ə. 12x bərabərdir 180-ə. X də bərabərdir 180 bölünsün 12-yə. X də bərabər 15 oldu. Hə, biri 15-dir. Bu üstə 11 vur 15-dir. 11-i də 15-ə vursaq 165 şəkildə olacaq uşaqlar. Aha, gəldik D variantına. Deyir ki, biri digərini 4 dəfə böyükdür. Birincimiz x-dır, ikincimiz isə 4x-dır. X üstəgəlsin 4x bərabərdir 180. 5x bərabərdir 180-ə. X də bərabər 180-ə 5-ə bölsək 45 olur. Hə, biri 45-dir, o birisi də 135 olacaq. Yəni, bu şəkildə olmalıdır. Gəldik sonra nəyə? Aha, 9-cu suala baxırıq uşaqlar. Deyir ki, şəkildəki notebookun qapağı A o B bucağı qədər açılmışdır. Bu notebookun qapağı neçə dərəcəli bucaq altında açılmışdır uşaqlar. Baxaq görə, uşaqlar baxın. Mənim bu xəttim var, ha, bu xətt açıq bucaqdır, görürsünüz uşaqlar. Hə, bu da açıq bucaqdır əslində. İndi uşaqlar baxın, indi. Mənim A o B bucağı qədər deyir də. İndi baxın uşaqlar, bu bucaqla, bu bucaq necə bucaqlardır uşaqlar? Qarşı-qarşıya yerləşir, deyilmi? Hə, deməli bu bucaqlar necə bucaqlardır? Qarşılıqlı bucaqlar. Qarşılıqlı bucaqların xassəsi nə idi uşaqlar? Necə olurdu? Bir-birinə bərabər. Yəni 2x üstəgəlsin 30 bərabər olmalıdır x üstəgəlsin 18-ə. Mən bu x-i bu tərəfə atacağam. Biz burada nə səhv eləmədik ki. X-i bu tərəfə attığımız zaman bir dənə baxım görüm. Düz dedik də bu qarşılıqlı bucaqlardır. Aslında bu qaydanı siz keçməmişsiniz, amma niyə belə verilib bəs? Bir daha baxım görüm suala. Şəkildəki notebookun qapağı deyir A o B bucağı qədər açılmış bu notebookun qapağı neçə dərəcəli bucaq altında açılmışdır. Nə dedik? Dedik ki uşaqlar, dedik ki bu bucaqlar bir-birinə nə olmalıdır? Bərabər. Hələ ki mən buradan x-i tapsam, bax bu bucaqla bu bucaq. Hə, mən səhv eləmişəm uşaqlar, üzr sayın. Oxla göstərmə eləmişəm, bu bucaqdım. Əslində bu 2x üstəgəl 30 bu bucaq. Belə bir şəkildir, belədir. Bax uşaqlar, gəlin mən şəkil çəkim sizin üçün və belə bir şəkildir. Mən elə bilmişəm, mən bu bucağı getmişəm. Əslində bu 2x üstəgəl 30 uşaqlar bu bucaqdır. Burada x üstəgəlsin 18. Uşaqlar baxın, bu xətt var ha uşaqlar, açıq bucaqdır. Bura 2x üstəgəlsin 30-dur. Burada x üstəgəl 18. Onda bu açıq bucağa tamamlanması üçün 2x üstəgəlsin 30 üstəgəlsin x üstəgəlsin 18 bərabər 180 dərəcə. Bunları toplasaq 3x üstəgəlsin 48 bərabər 180-ə. Buradan 3x bərabərdir 180 çıxılsın 48-ə. 3x bərabərdir 132-yə. X də bərabərdir 44 olacaq. X-i 44 tapandan sonra 2 vurulsun 44 üstəgəlsin 30. Bu yerində 88, 88-in üstədə 30 gələndə 118 dərəcə. Deməli bizim bu kompüterimiz 118 dərəcəymiş. Bax bu bucaq uşaqlar. Bu şəkildə edə bilərik. Əla. Gəldik 11-ci suala. Deyək ki, quşlar üçün hazırlanan evciyin damı yan divarlarla kongruent bucaqlara əmələ gətirməlidir. Şəkildəki evcik bu şərti uyğundurmu deyir. Gəlin baxaq ki, uyğundurmu da uşaqlar. Aha. Uşaqlar baxın. Buradakı bax bu xəttə görə baxsam, bu xəttə görə baxsam bu açıq bucaqdır da. Sənin bu x bucağı ilə bu x üstə gəlinsin 120 bucağın qonşu bucaqlardır uşaqlar. Baxın məsələn həm də bu burada açıq bucaqdır deyilmi uşaqlar? Baxın bu bucaqla bu bucağın cəmi də bizə nəyi verməlidir? 180 dərəcə. Yəni x üstə gəlinsin 120 bərabərdir 180-ə. Buradan 2x bərabərdir 180 çıxılsın 120-yə. 2x bərabərdir 60-a. X də bərabər nə olacaq uşaqlar? 30 dərəcə. İndi baxın uşaqlar. X-i 30 tapdıq. Deməli onu da baxın belə bir şey deyə bilərik də biz. Deməli bura 30-dur. Onda bura nə olmalıdır? 150 olmalıdır. Əlavə. Burada da eyni qaydada. Mən bu xəttə görə baxsam, bura ilə bura qonşu bucaqlar olduğuna görə,
Yəni y üstə gəlsin 10, üstə gəlsin y üstə gəlsin 140 bərabər 180 şəklini alacaq. Bunları toplasam 2y üstə gəlsin 150 bərabər 180-ə. 2y bərabər 180-dən də 150 çıxsam 30. Y də bərabər 15 elədir uşaqlar. Y bərabər 15. İndi bizə nəyi tapdı? Deyir ki, yan divarlarla kongruent bucaqlar əmələ gətirmək. Yan divarlarla kongruent. Gəlin baxaq görək düz oldu mu? Belə bu yan. İndi baxsa yan divarlarla kongruent oldu mu? Necə tapdı? Buna 30 tapdı uşaqlar. Onda bura 150 olmalıydı da. Burada 150'dir. Burada 30. İndi burada ne tapdı? 15 tapdıq. Elə deyilmi? Aha. Əla. Burada 15. Mən bu 15 yazsam uşaqlar. Bura 155 olacaq. Bura 155. Bura 155'ti də. Onda burada 155 olur. Bura isə 25 dərəcə olacaq. Amma eyni olmadı uşaqlar. Kongruent olmadı. Biri 30, biri 25 oldu uşaqlar. Belə. O şəkildə olacaq. Gəldik sonra nəyə? 11-ci suala. Deyək ki 11-ci sualda lazer şousunda işıq şüaları şəkildəki kimi istiqamətlənir. ASB bucağı açıq bucaqdır uşaqlar. Baxın ASB bu bucaq açıq bucaqdır. Və BSB bucağının dərəcə üssü BSB. Hanı? BSB. BSC. BSC. Bax burada bax uşaqlar. Bu bucaq. Görürsünüz bu bucağı. Bu bucağın dərəcə üssü ASB bucağının 6 dəfə çoxdur. ASC-dən. ASC də buradır. Baxın uşaqlar bura. Yəni mən bura bir x desəm, bura 6,2x deməkdir aşağılar. Hə, gəlin bunu hesablayaq aşağılar. Yəni bunlar qonşu bucaqlardır. X üstə gəlsin 6,2x də bərabər nəyə? 180-ə. 7,2x bərabər 180-ə. Hə, buradan x-i tapmaqsa 180-i bölməliyik 7,2-yə. İndi biz bunun hər tərəfini gəlin 10'a vurağın. 1800 bölünsün 72 olsa bunu bölsək. Bura 2 dəfə 144. Bura 6. Bura 6 elədir. 36. Burada da neçə dəfə? 5 dəfə. Hə. Əla. Bura 5, 25. Biri 25'dir uşaqlar. Bax bu kiçiyi, yəni ASC. Bax bucaq ASC 25'dir. Bucaq CSB isə 155 dərəcə olacaq uşaqlar. Bizə nəyi tapdıq? ASC bunu tapdıq 25 dərəcədir. CSF-ni tapdıq. Uşaqlar baxın. İndi baxın CSF. İndi burada maraqlı bir şey var da. İndi bizə deyir ki CSF. Baxın. Bucaqlar kongruent olacaq bucaqlar. Bax CSF. Bax hanı CSF? Yəni bir dənə buranı silirəm. Uşaqlar baxın bu x-i neçə tapmışam mən? 25. Buraya yazıram 25. Bura 25'dir. Bura 90 dərəcədir bax uşaqlar. Sənə deyir ki CSF-ni, yəni buranı tap. Cəmi 90 olmalıdır. 25'i burada varsa bura neçə yazmalıyam uşaqlar? Baxın 65 yazsam olar mı? Hə, deməli bura 65'dir. Yəni CSF isə neçə dərəcə olacaq uşaqlar? 65 dərəcə olacaq. 65 dərəcə. Sonra DSF. Hanı? DSF. Bax DSF ilə bu eynidir. Bax bu bucaqla. Onda kongruentdirsə burada 65 olmalıdır uşaqlar. Əla. Bu şəkildə olmalıdır. Belə. Sonra gəldik nəyə? Deyir ki Səbinənin fikri doğrudurmu? Fikrinizi izah edin. Qarşılıqlı bucaqların tənbəlləri düz xət əmələ gətirir. Bəli uşaqlar. Baxın qarşılıqlı bucaqlara baxsaq. Məsələn deyirəm ki bunu neçə olsun? Məsələn bura 150'dir. Burada 150'dir. Deyil mi uşaqlar? Mən buradan bir tənbələni çəksəm düz xət olmalıdır. Baxın belə. Burada 75. Burada 75. Burada 75. Burada 75 şəklini alacaq uşaqlar. Bəli doğrudur. Bugünkü dərsimiz bu qədər uşaqlar. Ümid edirəm ki video sizin üçün faydalı olar. Videonu bəyənib kanala abunə olmayı unutmayın uşaqlar. Sağ olun.